Bakının Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Həqiqətən də dəhşətli görüntülərdə indi izləyəndə özünüz görəcəksiniz. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə qəza səbəbindən həm mərkəz, həm də metronun Koroğlu stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədirlər və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür. Qeyd edək ki, qəza törədən avtomobil Bolt taksi şirkətinə məxsus olub. Görüntüləri təqdim edir.